Üç gəmi, iki təyyarə, bir okean bölgəsi. Nə sağ qalan var, nə iz, nə də cavab. Bura Bermud üçbucağıdır. Miami, Bermud və Puerto Rico adasında yerləşən Atlantik okeanından təxminən 1 milyon 295 min kvadrat kilometr ərazini əhatə edən müəmmalı bölgədir. Burada 50-dən çox gəmi və 20-dən artıq təyyarənin izsiz yoxa çıxdığı iddia olunur. 1945-ci ildə ABŞ hərbi dəniz qüvvələrinə məxsus 5 bombardımançı adi təlim uçuşuna qalxdı, Flight 19. Amma onlar bir daha geri qayıtmadı. Onları axtarmağa göndərilən xilas etmə təyyarəsi də yoxa çıxdı. Bəs əslində orada nə baş verir? Bəziləri hesab edir ki, bu bölgədəki maqnit anomaliyaları kompasları və naviqasiya sistemlərini sıradan çıxarır. Digərləri deyir ki, okean dibindən çıxan güclü metan qazı püskürmələri gəmiləri saniyələr içində batıra bilər. Hətta bunu yad planetlərlə əlaqələndirənlər də var. Amma maraqlı məqam budur. ABŞ sahil mühafizəsi və dünyanın ən böyük sığorta bazalarından biri olan Lloyd's of London bildirir ki, Bermud üçbucağı digər okean ərazilərindən daha riskli hesab olunmur. Əksər hadisələr insan səhvi, sərt hava şəraiti və bölgədən keçən yüksək nəqliyyat sıxlığı ilə izah olunur. Bəs Bermud üçbucağı həqiqətən ölümcül sirdir, yoxsa dünyanın ən məşhur miflərindən biri? Bəzi sualların cavabı yoxdur, bəzi okeanlar isə cavabları geri qaytarmır.